Xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam, dəyərli izləyicilər. Bugün ulduzların ümumi enerjisinə əsasən yaxın günlərdə şanslı hesab edilən 3 bürcdən danışacaq. Astroloji şərhlərə görə bəzi bürclər üçün yeni imkanlar, gözlənilməz xəbərlər və uğurlu başlanğıclar ön plana çıxa bilər. Görək bu siyahıda hansı bürclər yer alır? Birinci bürc Buğa astroloji şərhlərə əsasən Buğa bürcü üçün qarşıdakı günlər məhsuldar və ümidverici görünür. Uzun müddətdir gözlənilən bir xəbər, yarımçıq qalmış bir işin tamamlanması və ya yeni əməkdaşlıq imkanı ortaya çıxa bilər. Xüsusilə iş, maliyyə və şəxsi inkişaf sahəsində müsbət dəyişikliklər yaşaması ehtimal olunur. Bu dövrdə Buğa bürcündən olan insanlar qarşılarına çıxan imkanları diqqətlə qiymətləndirsələr, gələcək planları üçün mühüm addımlar ata bilərlər. Səbirli davranmaq, tələsmədən qərar vermək və məqsəddən yayınmamaq onların üstünlüyünə çevrilə bilər. Kiçik uğurlar zamanla daha böyük nəticələrin başlanğıcı ola bilər. İkinci bürc Şir bürcü üçün qarşıdakı günlər enerji və motivasiya ilə seçilə bilər. Astroloji şərhlərə görə yeni tanışlıqlar, maraqlı təkliflər və gözlənilməz fürsətlər gündəmə gələ bilər. Özünə inamın artması, liderlik keyfiyyətlərinin ön plana çıxması və yaradıcı ideyaların dəstək görməsi mümkündür. İş həyatında və ya şəxsi layihələrdə atılan addımların müsbət nəticə verməsi ehtimalı yüksək qiymətləndirilir. Əgər uzun müddətdir planlaşdırdığınız bir məqsəd varsa, bu dövr onu həyata keçirmək üçün münasib vaxtlardan biri hesab edilə bilər. Ətrafınızdakı insanların dəstəyi də motivasiyanızı artıra bilər. Üçüncü bürc oxatan astroloji baxımdan oxatan bürcü üçün qarşıdakı günlər yeniliklərlə yadda qala bilər. Yeni başlanğıclar, maraqlı görüşlər, səyahət planları və ya fərqli təcrübələr gündəmə gələ bilər. Gözlənilmədən əldə olunan bir imkan həyat istiqamətində müsbət dəyişikliklərə səbəb ola bilər. Maliyyə mövzularında ehtiyatlı olmaqla yanaşı qarşıya çıxan fürsətləri düzgün dəyərləndirmək faydalı ola bilər. Təhsil, şəxsi inkişaf və yeni bacarıqlar qazanmaq istəyən oxatan bürcləri üçün də əlverişli enerji müşahidə oluna bilər. Nikbin düşüncə və qətiyyət bu dövrdə onların ən böyük üstünlüklərindən biri ola bilər. Unutmayaq ki, astrologiya gələcəyi qəti şəkildə müəyyən edilir. Hər bir insanın həyatı öz qərarları, zəhməti və seçimləri ilə formalaşır. Bürclərlə bağlı bu cür şərhlər ümumi xarakter daşıyır və daha çox əyləncə məqsədi ilə izlənilir.